Deyirlər üzərində gəzdiyimiz sadəcə bir torpaqdır. Amma bu torpağın içərisində həm enerji, həm keçmiş, həm də gələcək saxlanır. Bugünkü sualımız budur. Biz yerin sirlərini açmağa çalışırıq, yoxsa həyatın özünü axtarırıq? Bumerang başladı. Suallar atılır, cavablar bəzən yerin dərin qatlarından, bəzən isə başqa planetdən tapılır. Bugün studiyamızda yerin dərinliyini, georesursları və hətta kosmik ehtimalları araşdıran bir qonaq var. O, Adnusunun Yer Elmləri və Georesursları üzrə tədqiqat qrupunun rəhbəri Elşən Abdullayevdir. Xoş gəlmisiniz Elşən müəllim. Çox sağ olun Nəzrin xanım dəvətinizə görə. Yer elmləri deyəndə çoxları sadəcə daş və torpaq düşünür. Amma görünür bu sahənin içində daha böyük bir sistem var. İndi bu sahənin əsl miqyası nədir? Yer elmləri dedikdə biz burada yerin altında baş verən tektonik hərəkətlər, yer səthinə yaxın olan qrunt suların hərəkəti, yer səthində çayların daşması, dəniz səviyyəsinin qalxması, aşma prosesi və sair bütün bunlar yer elminə daxil olan biliklərdir, proseslərdir. Sizin tədqiqat qrupunuz yeraltı prosesləri öyrənir. Bəs yerin içində nə baş verdiyini, onu görmədən necə anlayırıq? Yerin daxilində baş verən prosesləri anlamaq üçün biz ya geofiziki sulardan istifadə edirik, yəni yer daxilinə müəyyən bir dalğalar göndəririk və o dalğalara uyğun olaraq biz yerin daxilində gedən, misal üçün, tektonik prosesləri anlayırıq. Və yaxud da əgər biz yerin daxilində gedən digər geokimya prosesləri anlamaq üçün biz onda yer daxilindən və bəzən də yer səthinə çıxan çıxışlardan suxur nümunələri götürüb onların mineraloji və kimyəvi tərkibini öyrənirik və beləliklə biz yerin daxilində gedən prosesləri anlayırıq. Geoloji risklərdən danışırıq. Sürüşmə, qeyri-sabitlik və s. Bəs bu riskləri əvvəlcədən təyin etmək mümkündürmü? Təəssüf olsun ki, bütün riskləri əvvəlcədən biz deyə bilmirik. Misal üçün zəlzələ, biz onu hansı ay və yaxud da hansı gün baş verdiyini müəyyən edə bilmirik. Və yaxud da daşqınlar və s. Amma elə məsələlər var ki, sürüşmə. Misal üçün biz əgər bilirik ki, bizim ərazi, müəyyən olan ərazi sürüşmə xarakterizə olunur, onda biz qabaqçıda müəyyən bir tədbir görə bilirik. Və yaxud da çaylarda daşqın ola biləcək həmin ərazilərdə. Ona uyğun olaraq biz müəyyən bir tədbirlər görürük. Yer elmləri ilə yaşıl enerji arasında necə bir əlaqə var? Yer elmlərlə yaşıl enerji ilə əlaqə çoxdur. Əsasən artıq biz yaşıl enerji dedikdə biz kritik elementləri misal üçün öyrənməyə planlaşdırırıq. Yəni artıq dünyada bu çox məşhurdur və biz çalışırıq anlayaq ki, hansı geoloji prosesdə, hansı geokimyəvi prosesdə biz kritik elementləri, misal üçün litium, mis, nikel kimi elementləri harda tapa bilərik və hansı geoloji proses həmin mineralların yayılmasına təsir edə bilər. Elşən müəllim, sizin tədqiqatlarınızda gil mineralları xüsusi yer tutur. Bəs bunun səbəbi nədir? Gil mineralları bütün növ suxurlarda mövcuddur. Həm maqmatik, həm metamorfik və s. və onlar çox mürəkkəb bir kimyəvi kompleksə malikdirlər. Ona görə sadəcə orada bir elementin dəyişməsi artıq bir geokimyəvi, bir geoloji prosesin dəyişməsinə təsir edə bilər. Bu baxımdan bu mineral mənim üçün daha maraqlıdır. Deməli, bəzi minerallar üzv maddəni qoruyur. Yəni, bu o deməkdir ki, torpaq da yaddaş kimi işləyir. Bəli, gil mineralları üzv maddəni özündə saxlamaq qabiliyyəti malikdir, çünki onların səthi mənfi yüklənmişdir və gil mineralları əgər üzv maddəni saxlayırsa, yəni əsas gil minerallar çox üzv maddələr saxlayır, amma bəzən gil mineralların stabilliyi zəif ola bilər və parçalandıqda üzv maddə də parçalanır. Əgər stabildirsə, o üzv maddəni saxlayırsa, bəli, biz onu bir yaddaş materialı kimi baxa bilərik. Deyirlər, torpaqda qorunan üzv maddələr milyon illər sonra neftə çevrilə bilər. Bəs bu sizcə təbiətin uzun müddətli planı kimi səslənmir? Biz əsasən neft suxurlar gillərdə formalaşır və gillərdə toplanır. Bayaq qeyd etdiyim kimi
gillərin səthi mənfi yüklənibdir və o üzərinə üzüm maddəni saxlayır və çürüməkdən, digər proseslərdən qoruyur. Misal gətirə bilərəm ki, Miocen dövrü var, hansı ki 5 milyon, 23 milyon il arasında bir dövrü əhatə edir. O dövrdə üzvü temperatur yüksək olub, amma karbon qazının bugünkü müqayisədə miqdarı az olub. Amma həmin dövrdə də külli miqdarda üzüm maddə suxurlarda toplanıbdır. Və bugün həmin o suxurlardır ki, onlar neft mənbəyi kimi baxılır, yəni neft orada formalaşır və sonra digər layihə keçibdir. Bir tərəfdən baxmaq olar ki, bəli, yəni təbiət tərəfindən planlaşdıraraq o dövrdə onlar qorunub saxlanılıb ki, çürümə getməsin, atmosferdə daha da çox CO2 qazı olmasın və bugün biz onu bir neft məhsulu kimi istifadə edirik. İndi isə gələk maraqlı hissəyə. Sizin tədqiqatlar həm də Marsla əlaqədardır. Necə olur ki, biz yerdə başlayırıq, Marsa çıxırıq? Ümumiyyətlə, əgər Yer planeti ilə Mars planetinə biz baxsaq, onların ilk formalaşma, ilkin mərhələdə onların geologiyası eyni olubdur demək olar ki. Ona görə bəzən biz Mars planeti öyrənmək istəyəkdə biz, çünki hal-hazırda Marsa heç kəs getməyibdir, yəni insan ayağı dəyməyibdir. Orada sadəcə bir qurğular var ki, onlar tədqiq edirlər və o qurğulardan alınan analizlər nəticəsində alınan nəticələrə görə biz həmin o Marsda olan suxurların analoqunu yerdə axtarırıq və onları yerdə tədqiq edirik ki, anlayaq ki, Marsda hansı proses gedir. Və bəzən də Marsda gedən proses bəzən bizə kömək edir ki, yerdəki olan prosesi biz anlayaq. Geokimyəvi prosesdən mən danışırıq. Marsda həyatın izlərini axtarmaq üçün gil minerallarına baxılır. Yəni bu o deməkdir ki, həyatın izləri geoloji olaraq saxlanılır, qorunur? Bəli, gil minerallar özündə bakteriyalar, üzüm maddələr saxlaya bilir və eyni bir zamanda biz fosilləri həmişə gil mineralı olan ərazidə axtarırıq. Və ona görə indi hal-hazırda da Marsda məqsədlərdən biri anlamaqdır ki, biz hansı gildə həyatın izinə baxmalıyıq ki, həyatın izini axtara bilərik. Ona görə biz gilləri tədqiq edirik ki, görək hansı gil daha stabildir və orada biz həyat izi ola bilər yoxsa yox. Əgər gil mineralları həyatın izlərini qoruyursa, bu o deməkdir ki, bəzi torpaqlar digərlərindən daha sirlidir? Bəli, elədir. Misal üçün, biz Azərbaycan geoloji çıxışlarına zəngin olan bir regiondur. Biz əgər Perküşkül regionuna baxsaq, orada gillər var ki, özlərində külli miqdarda üzüm maddə saxlayıbdır. Onlarda fosillər var, məsəl üçün balıq qalıqları. Amma başqa bir gillərə nəzər salsaq, məsəl üçün Lökbatan sahəsində orada da gillər var. Amma onların üzüm maddə miqdarı çox azdır, yəni 1%-dən aşağıdır. Orada heç bir balıq qalıqları yoxdur. Ona görə bəzi gillər həyat sirri saxlayır, bəziləri isə yox. Və son olaraq, siz yerin altını araşdırırsınız və Marsı da nəzərə alırsınız. Bəs sizcə biz cavabları tapırıq, yoxsa sadəcə suallar böyüyür? Ümumiyyətlə, biz hər hansı bir elmi araşdırma aparanda bizim birinci sualımız budur ki, biz nə bilirik? İngiliscə biz deyirik what's known və nəyi bilmirik, what's unknown. Və digər bir məsələlərdən biri unknown, bilmədiyimiz. Və bəzən bəli, biz araşdırırıq və görürük ki, əvvəllər bizim bilmədiyimiz məlumatlar, yəni bilməyən məlumatlar vardır. Təşəkkür edirik Elşən müəllim. Görünür, yerin altına baxmaq, bəzən kainata baxmaq kimi bir şeydir. Çox sağ olun Nəzrin xanım, dəvətinizə görə. Bugün gördük ki, torpaq heç də sadə strukturlu deyil. O bəzən keçmişin yaddaşı, gələcəyin ipucuları, bəzən isə həyatın özü haqqında məlumatdır. Bumerang kimi bu dəfə də sualları atdıq, cavabları bu dəfə yerin dərin qatlarından gəldi. Amma unutmayın ki, bəzən ən böyük kəşflər ayağınızın altından başlayır. Sizi müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətindən təbrik edirəm. Özünüzdən heç vaxt gülüş əksik olmasın, can sağlığı, uzun ömür. Sağ olun.
Mən də niyə deyim? Dedim də qəşəcək. Mən dedim yəqin salam. Dedim yəqin çox çaşdın əksinə. Bu saniyə başladım, axırın yekimli deyil. Telefondan çəkdi. Sonra nə deyim? Nə arzu eləyək onlara? Burada mənə şərait yaratdığınıza görə, təklif elədiyinizə görə çox təşəkkürlər. Məncə ən qəşəng neçə ay oldu? Necə bir 6 yox. Avqustdan başlayaraq, hətta oldu. 5 ay falan oldu. Bu mənlə son buraxılışımız oldu. Bundan sonra yeni aparıcınızla, yeni aura ilə başlayırsınız. Mən getdim. Sağ olun.